Hello Kitty'lər, Cromie'lər. Baxın, bu da yeni gəlib, bazarda olmayan bir məhsuldur. Belə yeni növ çantalarımız gəlib. Rəşad bəy, məktəbli çantalar satan mağazalar, çanta tədarükünə nə vaxtdan, hansı tarixdən başlamalar daha doğrudur? Elə nümunə öz müştərilərimdən götürürəm. Bizim müştərilərimiz indidən başlayırlar öz dükanlarını sumka ilə təmin eləməyə. Məncə elə avqust ayının əvvəlləri başlasalar daha yaxşı olar. Sual versəz ki, nəyə görə? Çünki elə o modellər olur ki, trenddə olan məhsullar və yaxud ki, tələbat daha çox olan məhsullar avqustun ortaları və ya axırı məhsullar bitir. Yəni bəzi məhsullar var ki, onlar daha tez tükənirlər. Ona görə əvvəlcədən alsalar daha yaxşı olar. Bəs bu ilin trend məhsulları hansılardır? Qısa olaraq elə izləyicilərə də göstərmiş olaq. Uşaqlar üçün nəzərdə tutsaq, belə multfilm personajları olaraq Cromie'dir, nə bilim Frozen'dir, sonra Bir zəhmət olmasa elə göstər. Məsələn, belə adi sinəlimizdəki Hello Kitty modellərimiz var. Bax belə tipli modellər daha trenddədir. Sonra orada Cromie'lər var. Sonra bax burada belə bir məhsullar da məsələn daha çox trenddədir. Həm tələbatları çoxdur və görünüşü çox maraqlıdır. Bunlara baxa bilərsiniz. Minecraft sumkaları, indi uşaqların ən sevimli oyun personajları olaraq Minecraftları daha çox tələbat var. Hello Kitty'lər, Cromie'lər, rəng tonlar da çox önəm oynayır. Rəng tonlarına da çox fikir vermək lazımdır. Sonra orada məsəl üçün məhsullarımız var, tüklü məhsullar. Belə yeni növ çantalarımız gəlib. Belə üstü belə mexli, tüklü. Bunlar da çox qəşəng. Arxası belə ortopediklə, masajlı materialı çox belə priятный material var. Bunlar həm məktəbə, həm də bağça və sair kimi də istifadə olunur. Yoxsa yalnız məktəb üçün? Birinci sinifdən üçüncü sinifə desək daha doğru olar. 3. Bəli, birdən 3-ə. Cibi var, sağda, solda. Belə cibi var. Bunların fərqli modelləri var. 4 personajı var, hə? Bəli, 4 dənə Hello personaj. Kitty'dir və Stitch'dir, həm oğlan, həm də Cromie'dir. qız uşaqlarına uyğun. Böyüklər üçün də məsəl üçün daha çox satılan məhsullardan bax belə bir məhsullarımız var. Həm görkəmi belə qəşəngdir, baqatı görkəmi var, maraqlı. Bunlar da çox satılır. Orada Nike, onun həmçinin Nike da var. Bax Nike-lardır. Sonra bu gördüyünüz bu Hello Kitty məhsulları. Bunlar da çox qəşəng satılır. Bunlar da bu ilin trend məhsulları. Bəli, bunlar hamısı. Hello Kitty'lərin burada 4-5 fərqli rəngi var, bir də Stitch. Bazarda olmayan məhsullardan biri də bax belə bir məhsulumuz var. İndi bunlar bağça sumkası gedir. Bunun özəlliyi nədir? Belə üstündə belə papağı var. Bağçalar oktyabr ayında başlayır axı. Onda da yağışlar, zatlar başlayırlar. Məsəl üçün uşaq sumkanı taxanda belə bir papağı var. Başına taxır, islanmır. Əgər siz də çanta satışı edirsinizsə, bu toplantıcı mağazana əməkdaşlıq edə bilərsiniz. Qeyd etdiyimiz kimi avqust ayından etibarən sifariş etməniz daha uyğun olar ki, həmən trend məhsulları siz də əldə edə biləsiniz. Mağaza yerləşir Sədri Ticarət Mərkəzi Şirniyyat Bazarı. Sıra 12, mağaza 20. Sual və sifarişiniz olarsa qeyd olunan mağazanın əlaqə nömrələrinə əlaqə saxlaya bilərsiniz.